İslam Azərinin Kim kimdir rubrikası təqdim edir. Bugün biz xanım Zeynəb barəsində danışacağıq. O xanım miladi təqvimi ilə 626-cı ildə və ya hicrətin 6-cı ilində Mədinə şəhərində İmam Əli və xanım Fatimə-i Zəhranın ailəsində dünyaya gəlib. Onun üçün Zeynəb adını babası Əziz İslam Peyğəmbəri seçib və onu xanım Xədicəyə bənzədib. Adı atasının zinəti mənasını verir. Bütün ömrü boyu yalnız ağır sınaqlardan keçən və müsibətlər görən xanım Zeynəbin həyatının ən rahat çağları məhz babası Peyğəmbərin sağ olduğu dövrlərə təsadüf edir. Xanım Zeynəb ailə həyatı qurarkən belə bir şərt irəli sürmüşdü. Həmin şərtə əsasən hər gün qardaşı İmam Hüseyni ziyarət edə və onunla birlikdə səfərə çıxa bilərdi. Xanımın 4 oğlu və 1 qızı var idi. Əziz Peyğəmbərimiz dünyasını dəyişən zaman xanımın 5 yaşı var idi. Elə bu andan xanım Zeynəbin həyatının da keşməkeşli dövrü başlayıb. Allahın onlara salamı olsun. Bu hadisədən cəmi bir neçə ay sonra xanım Zeynəb hələ uşaq ikən anası xanım Fatimə Zəhra şəhid edilir. Ardınca isə atası İmam Əli məsciddə namaz qılarkən xaincəsinə qılınc zərbəsi ilə və qardaşı İmam Həsən yenə xaincəsinə zəhərlə şəhid edilirlər. Xanım Zeynəb ömrünün ən ağır günlərini isə Kərbala hadisələri dövründə yaşayır. İmam Hüseynin azsaylı sadiq yol yoldaşlarından biri olan xanım Zeynəb Kərbala karvanının bütün üzvləri ilə birlikdə Kərbala səhrasında günlərlə blokada şəraitində saxlanılaraq ac və susuz qalır. Aşura günü qardaşı İmam Hüseynin və öz doğmalarının, hətta azyaşlı körpələrin, həmçinin imamın azsaylı sadiq silahdaşlarının amansızcasına şəhid edilməsinin, həmçinin şəhidlərin cəsədlərinə qarşı vəhşicəsinə rəftarın canlı şahidinə çevrilir. Xanım Zeynəb Aşura günü İmam Səccadı zalım düşmənin məkrindən qorumağı bacarır. Bundan başqa Aşura günündən sonra əsirlər kərvanı ilə birlikdə Şama doğru çətinliklərlə dolu ağır bir səfərdə iştirak edir. Xanım Zeynəb bütün bu müsibətlər və çətinliklərə, ağır səfərə baxmayaraq əsla ruh düşkünlüyü yaşamır və ətrafdakılara, o cümlədən də əsirlər kərvanındakılara ruh yüksəkliyi verir. Şam şəhərinə çatdıqda isə söylədiyi nitqlə Kərbala həqiqətlərini ortaya çıxarır. Bu bəyanı ilə Yezidin sarayının sütunlarını lərziyə gətirir. Zalım Əməvi şahı Yezidi isə öz əyan əşrəfinin qarşısında rüsva edib xar zəlil hala salır. Əməvilərin iç üzünü hər kəsə aydın edir. Xanım Zeynəb Mədinəyə qayıtdıqdan bir müddət sonra Şam şəhərinə köçür və ömrünün son günlərinədək burada yaşayır. Hicrətin 63-cü ilində Rəcəb ayının 15-də burada öz evində dünyasını dəyişib. Xanım Zeynəb dünyasını dəyişdikdə onun ovucunda qardaşı İmam Hüseyndən xatirə saxladığı qanlı köynəyin bir parçası tapılır. İman dərəcəsi ilə fərqlənən xanım Zeynəb olduqca elmli və savadlı, fəsahət və bəlağətli, həmçinin çox səbirli, həyalı və iffətli bir xanım idi. Xanım Zeynəb müəllimlik də edərək xanımlar üçün dərslər keçərdi. Xanım Zeynəb Şam şəhərində torpağa tapşırılıb. Xanım Zeynəb ziyarətgahı hər il Əhl-i Beyt aşiqləri tərəfindən ziyarət edilir.